22 dekabrdan 20 yanvara kimi doğulanlar Oğlaq bürcü sayılır. Oğlaq bürcünə Saturn planeti rəhbərlik edir, yəni qaydalar, zamanda hərəkət etmək və dərs çıxarmaq planetidir. Oğlaq torpağa aid bürcdür, ona görə də bu qadınlar həyatda sabitliyi sevir, hər şeyin nəzarətdə olmasını xoşlayır, məsuliyyətli, qaydasına salan və ağıllı qadınlardır. Bəziləri fikirləşir ki, Oğlaq qadınları soyuqdur, emosiyasızdır və darıxdırıcıdır. Amma bu tam olaraq yanlış fikirdir. Onlar sadəcə sakit olurlar, amma çox düşüncəli, etibarlı və həyatda nəyə nail olmaq istədiklərini yaxşı bilirlər. Bəli, bəzən pessimist olurlar, amma bu qadınlar hər şeyi planlı görmək istəyir. Hər situasiyadan çıxış yolu tapırlar. Çox təşkilatçı və əslində gizli yumor hissləri var. Sadəcə onu hamıya göstərmirlər. Oğlaq qadını ilk baxışda başa düşmək çətindir. O çox zaman sakit, uzaq, biraz da soyuq görünür. Amma bu onların gerçək yüzü deyil. O belə davranır çünki insanlara dərhal inanmaq istəmir. Əslində nəşəlidirlər və komandada liderliyi xoşlayırlar. Onun etibarını qazanmaq asan məsələ deyil. O hər kəsi müşahidə edər, sınaqdan keçirər, sonra qərar verər, yaxın buraxmaq olar ya yox. Onun səssizliyin arxasında çox böyük bir ürək var. O içində çox dərin hisslər daşıyır. Amma onları hər kəsə göstərmir. Sadəcə dəyər verdiyi insanlara göstərə bilər. Həyata real baxır, məqsəd qoyur və ona çatmağı bacarır. Müstəqil, sərbəst və zəhmətkeşdir. Daim öz üzərində işləyir, oxuyur, inkişaf edir. Heç kimdən kömək istəmir. Ailə dəyərlərinə hörmət edir, yaxınlarına qayğı göstərir. Dürüst, sədaqətli və etibarlıdır. İşdə də, münasibətdə də və ana kimi də uğurludur. Belə qadınlarla işləməkdə xoşdur, dostluq etməkdə. Bu qadın üçün həyat planlı və məqsədli olmalıdır. O haosu sevmir. Hər şeyin qaydasına olmasını istəyir. Əgər nəyisə planlayıbsa, onu sona qədər yerinə yetirəcək. Heç bir çətinlik onu dayandıra bilməz. Oğlaq qadını insanların sözünə və görünüşünə görə yox, davranışına və həyatda nəyi üstün tutduğuna baxaraq öz nəticəsini çıxarır. Onu aldatmaq mümkün deyil. Oğlaq qadının əsas müsbət cəhətləri təbii gözəllik, özgüvən, tərbiyə və yüksək ideallar. Amma onun mənfi tərəfləri də var. Bəzən gülməyi bacarmır, çox ciddi olur, qapalı və etimadsızdır. Bəzən həddindən çox utancaq olur. Oğlaq qadınları insanları və vəziyyətləri bəzən çox ideallaşdırır. Karyera. Oğlaq qadını çox zəhmətkeşdir. Əli heç vaxt işsiz qalmır. Daim öz üzərində işləyir, başqalarına da öyrədir. Kömək istəmir, komandada işləməyi sevmir, daha çox müstəqil işləməyə üstünlük verir. Oğlaq qadını işdə çox ciddi və məsuliyyətli olur. Hədəfi var və ona çatmaq üçün əlindən gələni eləyir. O idarə etməyi xoşlayır və hər şeyi mükəmməl görmək istəyir. Oğlaq üçün uyğun işlər müəllimlik, hüquq, maliyyə, biznes, menecment kimi sahələrdir. Sadəcə biraz diqqətli olmalıdır. İşə çox bağlananda özünü yorub və tükədə bilər. Karyera onun üçün çox önəmlidir. Ailə qurana qədər birinci yerdə olur. Amma onlar üçün sabitlik hər şeydən daha vacibdir. Riski sevmirlər. Yeni şeylər sınaqdan keçirməkdən çəkinirlər. Bəzən bu, münasibətlərdə də problem yaradır. Çünki insanlar onları bəzən çox ciddi görür. Oğlaq qadını başqalarına qarşı da bəzən çox tələbkardır. Gözləntiləri yüksəkdir. Hamıdan eyni səviyyəni istəyir. Maddiyyata bağlı deyil. O hər vəziyyətə hazır olur. Çətin anda olanda arxayın ola bilərsən. Vəziyyətdən çıxış yolunu tapacaq. Sevgidə və münasibətlərdə oğlaq qadının standartları yüksəkdir. Hər kəs onun gözündən keçə bilmir. O münasibətə tələsmir. Düzgün insan gözləyir. Amma o münasibətdə bəzən çox qapalı olur. Güzəşt etməyi sevmir. Əgər mübahisə varsa, sonadək öz fikrində qalacaq. O dərin, amma səssiz sevir. O sevgini uşaq kimi yaşamır. O bilir ki, sevgi məsuliyyətdir. Sevdiyi insanla bir komanda olmaq istəyir. Onun üçün münasibət həm sevgi, həm dostluq, həm də güvən deməkdir. Əgər o səni seçibsə, bu təsadüf deyil. Çünki oğlaq qadını hər kəsi seçmir. Amma seçdisə səni qoruyar, dəstək olar. Səni başqalarına qarşı müdafiə edər. Amma səndən də eyni sədaqəti gözləyəcək. Bir şeyi unutma. Oğlaq qadını yalanı hiss edir. Sən bir söz desən də, o sənin niyyətini baxışlarından anlayacaq. Əgər onda xəyanət, yalan, oyun hiss edərsən, səssizcə gedəcək. Heç səni günahlandırmayacaq,
amma bir daha da geri qayıtmayacaq. Oğlaq qadını ürəyini birinə versə, başqa heç kimə baxmaz. Sevgidə aldanmaq fikri belə onu qəzəbləndirir. Oğlaq qadını aşiq olanda səni sevirəm deməz. Sadəcə sevgisini hərəkətləri ilə göstərər. Səhər yeməyi bişirər, kömək elər, dəstəkləyər. Öz istirahətini belə qurban verər. Sevdiyi adamı ailəsinə tanıdar və çox zərif və mehriban olar və sevdiyi insandan da eynisini gözləyər. Oğlaq qadını üçün ən uyğun kişilər Əqrəb və Qız bürcü kişiləridir. Qoçla da yaxşı münasibət qurmaq olar. Amma əkizlər və dolça kişiləri ilə münasibət çətin qurulacaq. Oğlaq qadınına uyğun kişi necə olmalıdır? Oğlaq qadını üçün kişi sadəcə sevgi mənbəyi deyil, həm də dayaqdır. O həyat yoldaşı, sirdaş və dost axtarır. Oğlaq qadınına uyğun kişi sabit olmalıdır. Tənbəl yox, məqsədli, həyatında planı, məsuliyyəti və sözünə möhkəmliyi olan kişi. Əgər kişi söz verib yerinə yetirirsə, oğlaq qadının ona sonsuz hörmətini qazanar. Amma bir dəfə etibarını itirsə, onu geri qazanmaq çox çətin olacaq. O yanında güclü, amma eyni zamanda sakit və anlayışlı kişi istəyir. O kişi oğlaq qadınının soyuqluğunu görüb qaçmasın, onu başa düşə bilsin. Çünki onun soyuqluğu qorunmaq üçündür, sevgisizlikdən deyil. İçdən isti və mehribandır. Baxmayaraq ki, biraz soyuq görünsə də, içində çox böyük sevgi var. Sevdiyi adama qarşı o qədər qayğıkeş olur ki, onun sevgisi istənilən hər ürəyi yumşaldar. Onun həyatı məsuliyyət və sabitlik üzərində qurulub. Oğlaq qadını çox çalışqan insandır. Uğurunu təsadüf saymaz. O hər şeyi zəhmətlə, səbirlə, mərhələ-mərhələ qazanır. O həyatında tənbəl və ya məqsədsiz insanları sevmir. Onun enerjisi ciddi insanlara doğru çəkir. İşini bilən, məsuliyyətli, sədaqətli. Oğlaq qadını ailəyə çox bağlıdır. O ailəsini qoruyar, evini sevgi və qayda ilə saxlayar. Amma o təkcə evdar qadın olmaq istəmir. O həm də öz ayaqları üzərində dayanmaq və hörmət qazanmaq istəyir. Onun üçün ailə dəyərlidir, amma azadlıq da vacibdir. O istəmir ki, bir kişi onun həyatına girib onu idarə etsin. O bərabərlik istəyir. Güclü kişi, amma eyni zamanda anlayışlı və dəstək olan biri. Dostluğa oğlaq qadını böyük dəyər verir. Hər kəslə ünsiyyət qura bilər, amma yaxın dostlarını diqqətlə seçir. O dostları arasında ana kimidir. Hamıya qayğı göstərir, kömək edir, dinləyir. Onun dostluğu dərin və sadiqdir. Amma gözləntiləri də yüksəkdir. Ona görə də bəzən dostları onu məyus edə bilər. Yenə də o dostların yaxşı tərəflərini görmək və onları daha da inkişaf etdirmək istəyir. Oğlaq qadınından arxayın ola bilərsən, səni qoruyacaq və sənə arxa duracaq. O dəstək verən insandır. Yaxşı dinləyicidir. Bu qadın səni dinləyər, başa düşər və düzgün məsləhət verər. Çətin vəziyyətdə səni sakitləşdirə bilər, çünki hər şeyi analiz etmək bacarığı yüksəkdir. Necə görünür və nəyə fikir verir? Oğlaq qadınları çox vaxt ciddi, amma zərif görünür. Onların baxışları dərin və sakit olur. Sanki hər şeyi anlayırlar, amma heç nə demirlər. Çox vaxtı incə sifət cizgiləri, sakit təbəssümü və düşüncəli baxışları olur. Saçları çox zaman təbii rəngdə saxlayırlar, çünki süni parıltı sevmirlər. Onlar sadə, amma zövqlü geyinirlər. Təmiz, klassik, bəzən də biraz ciddi stil. Geyimlərində rahatlıq və keyfiyyət onlar üçün daha vacibdir, nəinki bahalı brend. Bədən quruluşu çox vaxt nizamlı, yığcam, amma formada olur. O özünü yaxşı formada saxlamağa çalışır, çünki nizam və özünə hörmət onun təbiətindədir. Hərəkətləri sakit, inamlı və zərifdir. Oğlaq qadını ilk görüşdə kişiyə baxanda ən çox onun davranışına diqqət edir. Necə danışır, necə baxır, necə dayanır. O bədən dilini çox yaxşı oxuyur. Əgər kişi özündən razıdırsa və ya rola giribsə, o bunu dərhal anlayacaq. Əgər kişi sakit, özünə güvənən, təmkinli və səmimidirsə, bu qadının gözündə artıq qalibdir. O kişidə dayaqlıq hissi axtarır. Boş vaxtda necədir və nələri sevir? Oğlaq qadını səs-küydən daha çox sakitçiliyi sevir. O evdə olmaqdan, sakit musiqidən, isti çaydan, maraqlı bir kitabdan zövq alır. Amma bu onun darıxdırıcı anlamına gəlmir. Sadəcə o daxili sakitliyi axtarır. Bəzən o təbiət gəzintiləri, sakit dəniz sahili və ya uzun düşüncəli gəzintiləri sevir. O təbiətdə tək qalanda rahat nəfəs alır. O dost çevrəsini az saxlayır,
Çünki çox səmimidir və hər kəsə açılmaq istəmir. Amma bir dostu varsa, o dost üçün hər şey hazırdır. Dəyərləri və ailə münasibəti. Oğlaq qadını üçün əsas dəyərlər etibar, sədaqət, ailə və daxili rahatlıqdır. Onun üçün münasibətdə ən vacib şey sabitlikdir. Ailə onun üçün müqəddəs yerdir. O ailəsində sevgi ilə yanaşı, qayda və hörmətin də olmasını vacib sayır. Oğlaq qadını ailəsi üçün hər şeyi qurban verə bilər, amma eyni zamanda da qarşısındakindən də eyni səviyyədə dəyərləndirməni gözləyir. O uşaqlarını məsuliyyətli, sakit, tərbiyəli və ağıllı yetişdirir. Oğlaq qadını çox vaxt ailəsinin üstünə olur, sakitcə hər şeyi idarə edir və səsini yüksəltmədən. Oğlaq qadını səssiz olsa da, içində güclü fırtınalar daşıyan qadındır. O danışmadan çox şey deyə bilər. Onun baxışlarında bir dərinlik, səsində bir sakitçilik var. O az sevir, amma bir dəfə sevsə, bu ömürlükdür. O səni sevsə, səni qoruyacaq, səni inandıracaq, amma eyni zamanda səndən də dürüstlük və sabitlik istəyəcək. Oğlaq qadını qazanmaq çətindir, amma qazandınsa, həyatında ən sədaqətli, ağıllı və dəyərli qadını tapmısan.